Herkese selam. Han kendi vloguma hoş gelmişsiniz. Burada deyə gülə gülə düşürük yola. Ta ki bu pullu yolu görənə kimi. 7 manat ödədik ki, çox rahat şəkildə 30 dəqiqəyə Xankəndiyə çataq. Amma biz unutduq ki, Xankəndi ikinci Maldivdir. Yəni Xankəndidə istədiyiniz zaman günəş çıxa bilər, istədiyiniz zaman yağış yağa bilər və bu çox normaldır. Biz zaten bunun fərqindəydik. Amma bu dəfə yağış deyil də biz sırf doluya düşmüşdük. Bu da bizə normal gəlirdi. Amma bizi qorxudan, ən çox da məni qorxudan bir şey var idi. O da bizim benzinin sarıda olmasıydı, yanıb sönməsiydi. Və nəzərə alsaq ki, biz pullu yoldaydıq və bu yoldan çox adam istifadə etmir. İnsan yox. Və mən düşündüm ki, biz yolda qalsaq, biz nə edəcəyik? Az qala sevinmişdik ki, Şuşa ətrafında yanacaq məntəqəsi tapdıq. Amma sevincimiz ürəyimizdə qaldı. Yağış normadan çox olduğuna görə əməkdaş qeyd etdi ki, bizə icazə yoxdur. Biz yenə də o benzindən yenə də bu halda davam etdik. İkinci yanacaq məntəqəsi tapdıq və təbii ki, yanacaqdan istifadə etdik. Az qala sevinmişdim ki, artıq benzin var. Amma bilin baxalım yollar necə idi. Yolun sağ tərəfi dərə, sol tərəfi qaya idi və bizim maşında sürüşürdü. Çünki yağış yenə də deyirəm normadan çox idi. Amma Şahinin professional sürməyin nəticəsində biz bir şəkildə Xankəndiyə çatdıq. Bir dənə indi qarşılamağa baxın. Baxın, mənim stresim, bütün qorxum həqiqətən də baxın tam olaraq da burada yoxa çıxdı. Əzizimiz Aytən xanım və onun övladları bizi çox qəşəng şəkildə qarşıladılar. Təbii ki, mən də məstanlar üçün Bakıdan düşündüm ki, onların sevəcəyi hədiyyələr olar ki, elə də oldu, sevdilər. Onlarla oynadıq, danışdıq, əyləndik və sonra Aytacın ad günü idi. Həmən gün Aytən xanım buna da öz diqqətini yetirdi və biz Aytacın ad gününü də orada qeyd etdik. Burada İnci ilə Şahinin arasında gedən diyaloqa sadəcə şoklarla baxırdım və mənə ləzzət eləyirdi. Elə bil ki, İnci mənim ürəyimdə olan hər şeyi Şahinə tətbiq edirdi. Burada yedim, içdim, durdum, dedim bir qanad açımı oynayayım, oynayayım, nə oynayayım deyə oynayıram. Sonra qalxdıq Cahan otelə. Bizim üçün Aytən xanım Cahan oteldə otaq bron etmişdi. Gəldik, check-in elədik. Aytaca mənə double otaq, Şahinə isə single otaq verilmişdi. Şahinin otağını çəkə bilmədim. Öz otağımızı isə sizə göstərmək istəyirəm. Çox qəşəng idi. Baxın, girişi belə idi. İndi isə göstərəcəm. Bu şəkildə idi. Burada kiçik bir iclas edirik ki, sabah master klassda nələr edəcəyik. Part 2-də görüşərik. İndi isə bay bay.